Vəlilər Sultanı. İnsanlıq Adəmdən Xatəmə qədər misli görünməmiş bir hadisəyə şahid oldu. Kəbə evində bir uşaq dünyaya gəlmişdi. İlahi məhəbbətdə lövh-i məhvuzun hökmü təcəlla edirdi. 600-cü il idi. Zamanın qışı baharla əvəzlənirdi. İslamın nəbisi dəvətinə ərənlər axtaracaqdı. Axtardıqlarından biri də Kəbədə, Beytullahda doğulacaq və Beyt-i Rəsula ərməğan ediləcəkdi. Bu, Əbu Talibin ən kiçik oğlu Fatimə binti Əsədin dünyaya gətirdiyi Əli idi. Haşimi soyundan bir nur doğulmuşdu. O zaman qıtlığın hökm sürdüyü, insanların acılıqdan əziyyət çəkdiyi bir dövr idi. Kiçik Əlinin 5 yaşı tamam olmuşdu. Lakin ata evinə sığmırdı. Qıtlıq zahiri səbəb kimi görünsə də, qədərə görə Əli daha fərqli bir ailədə böyüməli idi. Vəh gəlməmişdi o zaman. Həzrət Muhammedin təklifi ilə Əli himayəyə alındı. Nəbilər nəbisinin himayəsi göy qübbəsinin altında ən etibarlı yer idi. Elmin şəhərinə qapı burada hazırlanmalıydı. Usta burada, bu yaşdan işinə başladı. 610-cu il idi. Dünya ən son nəbisini görməli və onun dostlarına ev olmalıydı. Vəh Hiranın bağrını yararaq aləmlərə gəlmişdi. İlk qəbul edilənlər müsəlman oldular. Bunlar Həzrət Xədicə və Həzrət Əli idi. Beləliklə Əli iman şərbətini içdi. İlk namaza qoşuldu. Adı iman ailəsinin sarsılmaz oğlu kimi tarixə düşdü. Əshabın arasında ən zəngin kəramətlər onun adına bağlandı. Elm şəhərini Rəsulun könlündən seyr etdi. Könlü dərgaha, ruhu rəhmana aid oldu. Həm vücudu yetişdi, həm mənəviyyatı formalaşdı, həm də abidləşdi, zahidləşdi. Əli xeyirdə yarışır, təqvada zənginləşirdi. Cömertlik, mərdlik, ədalət, mərhəmət kimi əxlaqi dəyərlər gənclik illərində ruhuna hopurdu. Ölümündən qorxmayan, cəsarəti ilə də müstəsna ləqəblər qazanan Əli hicrətə qədər Nəbi ilə birgə çalışdı. Həqarətə məruz qalan müsəlmanları müşahidə edir, zalımları siyahısına yazır, onlara dərs veriləcək savaş gününü gözləyirdi. Bir gün Nəbilər Nəbisindən hicrət qərarını eşitdi. 622-ci il idi. 22 yaşlı, ixlaslı, sevdalı Əli əmr gözləyirdi. O da mühacir olmalı, vətənini tərk etməli idi. Atasının, Əbu Talibin vəfatından sonra qəddarlıq rüzgarı onu da incitmişdi. Heydər kərrar olmasına az qalırdı. İlk sınaq Rəsulun yatağında yatmaqla verilmişdi. Hicrət günü cəsarəti sınanırdı. Müşrik Qureyşlilər Rəsullar Rəsulunu həmlə edəcəkdilər. Şah-ı Mərdan da gecə qaranlığında öz postunda gözləyirdi. Kafir hücumu, gözü dönmüş asi qövmün həqarəti ilə qarşılaşa bilərdi. O, qətl həvəskarlarını kamil bir mömin ədası ilə qarşıladı. Hər şeyə hikmətlə, ibrətlə baxdı. İrfani təfəkkürü onu əziz etmişdi. Yataqdan Əlinin çıxdığını görəndə canilər çaşıb qaldılar. Sübh vaxtından sonra ikinci vəzifəsi əmanətləri sahiblərinə vermək idi. Ən sonda isə Rəsulun mesajına görə bir neçə nəfərlə hicrətə çıxmalıydı. Hicrət diyarı Mədinəyə günlərlə yol getdi. Bəli, artıq Mədinədə islahatlar başlamışdı. Hicrətin 2-ci ili idi. Əhl-i Beytin bir toyu olmalıydı. Nikahları da göylərdə kəsiləcəkdi. Fatimə və Əliyə bu evlilik çox yaraşırdı. Hə verilmişdi. Toya hazırlaşarkən Bədir savaşı başladı. Həzrət Həmzənin hərb təlimini görən Həzrət Əli meydanda göründü. Rəbbimiz Bədrin üzünü güldürdü. İslamın zəfər tacını möminlərin başına qoydu. Əli Bədir zəfərini yaşadı. 20 kafirin başını qopartdı.
Ölənlər arasında Müaviyyənin babası Utbə, dayısı Vəlid və qardaşı Hənzələ də var idi. Döyüşdən sonra çox keçmir ki, ikisi arasında izdivac bağlanır. Qısa müddət sonra Uhud meydanındakı cəsarəti, Xəndəkdəki hünəri Zülfüqarına qovuşturmuşdu onu. Xeybərdəki ruhu, qala qapısını qalxan etməsi İslam aləminə səs salmışdı. Göylərdən gələn ayələr şəninə inir, Rəsulun dilindən rütbələr alırdı. Hüdeybiyyədəki davranışı, Məkkənin fəth günü varlığı zinət idi baxanlara. Vida xütbəsində haqqında dedikodu gəzirdi. Çünki son həccə Rəsulla birlikdə çatmaq istəyirdi. Həzrət Əli Yəmənə bir vəzifə üçün göndərilmişdi. O da Yəməndəki qənimət və zəkatları əmanət etmişdi dostlarına. Toxunmayın, götürməyin deyərək tapşırıqlar vermişdi. Lakin oradakı müsəlmanlar hər kəs təzə geyinsin deyə fərqli bir qərar vermişdilər. Beləcə, qənimət mallarından, qumaşlardan götürüb geyinmişdilər. Xəbər imama çatanda ədaləti bərpa etmiş, hər kəsə qumaşları yerinə qoyun, Rəsula veriləcəkdir söyləmişdi. Həzrət Əlinin bu sözündən xoşlanan və xoşlanmayanlar olmuşdu. Hətta həcdən gələn Rəsula sağdan soldan şikayətlər etmişdilər. Fəxri kainat, Qədiri Xum deyilən bölgədə məşhur xütbəni dilə gətirmişdi. Bütün səhabənin önündə mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır buyurmuşdu. 10 minlərlə əshab təbrik edəcəkdi imamı. Vilayətin mübarək olsun ya Əli, haqq dostu, imamətin sərtacı Əli. Vidadan sonra hüzün günləri gəlirdi. Canından artıq sevdiyi Rəsulullahın vəfatında çox istirab çəkmiş, mənən qocalmışdı. Aləmlərə rəhmətin uca dosta köç gününü kədərlə yaşadı. Bu dərdin içində başqa dərdi çıxdı imamın. Fatiməsi də köçəcəkdi. Rəhmana qovuşmaq, Rəsula çatmaq üçün hazırlanmışdı. Peyğəmbərimizin vəfatı ilə mübarək anamızın vəfatının arası sadəcə 6 ay çəkmişdi. O, 5 övladın anası olmaqla yanaşı, ümmətin anası da oldu. Qiyamətə qədər möminlər Həzrət Fatiməni anamız deyə yad edəcəklər. İmam Əli sonraki dövrlərdə ailə qurdu. 18 oğlan, 18 qız övladı olmaqla evi bərəkət qaynağına çevrilmişdi. Oğullarından 6-sı Kərbəlada şəhid olmuşdu. Xilafət dövrü başlamışdı. 3 Raşidi xəlifənin yanında bir dağ kimi dayanmışdı. Ümmətin birliyi onun üçün hər vəzifədən ümdə sayılırdı. Vilayət günəşinin zamanı isə bizə bəzi şeyləri xatırladır. Quranın onlarca ayəsinin enmə səbəbi Həzrət Muhammedin təlimləri, mədhləri ilə müjdələnən Əlini fitnələr dövründə daha dərindən tanımalı oluruq. Bu, ümmət içində onun qədər fədakarını, onun qədər ali rütbəlisini, səbirlisini tapmaq mümkün deyil. Xəndək savaşında Əmr bin Abdüvədi 60 savaşçı qədər gücü olan birisini məğlub etməsi xatirələrdə iz salmışdı. Zülfüqar verilərkən deyilən Əli kimi igid, Zülfüqar kimi qılınc yoxdur sözləri qiyamətə qədər sevənlərinin yaddaşına həkk olunmuşdu. Lakin Həzrət Osmanın qətlindən sonra Mədinə qaynar qazan kimi qaynamağa başlamışdı. Minlərlə insan onun qapısını döyür, xilafətin laxlayan sütunlarını bərqərar etməsini diləyirdi. Əlinin sevənləri qədər düşmənləri də var idi. Başda Səhih Müslim, Sünən-i Tirmizi, Sünən-i Nəsai, İbn-i Macə və s. qaynaqlarda imamla bağlı çox saylı hədislər tapmaq imkanımız vardır. Bəli, Mədinədəki qardaşlıq günü Rəsul ona sən də mənim qardaşımsan demişdi. İndi vəziyyət fərqli idi. 3 qitəyə yayılmış müsəlmanlar və İslamı təzəcə qəbul edənlər, bir də təzəcə yerindən oynadılmış, fitnəyə qurban getmiş müsəlmanlar. Osmanın qanı qurumamış Şamdan gələn qarışıq xəbərlər imamın işini biraz da çətinləşdirdi. İmam vəhiyyə katiblik günlərini,
Hüdeybiyyə müqaviləsində yazdıqlarını xatırlayırdı. Məkkənin fəth günü ayağını Rəsulun çiyinlərinə qoyaraq qalxıb sındırdığı bütlər yadına düşürdü. Ancaq günlər çox fərqli idi. Özündən öncəki 25 ilin fəthləri və nəhayət cuşa gəlmiş ümmət. Mədinə əhli imama beyət etdi. Lakin digər yerlərə, uzaq vilayətlərə yeni xəlifənin qasidləri göndərilirdi. Bu məktublardan biri də Şamdakı Müaviyyəyə çatdı. Müaviyyə xilafətin mərkəzindən ona ünvanlanan əmrlərə etiraz etdi. Burada bir münaqişə ocağı meydana gəldi. İkinci ciddi məsələ isə Həzrət Ayşə anamızın fərqli görüşünün yaranması idi. Bu fərqli fikirləri də coşduran fitnəkar güclər hadisəni savaşa qədər sürüklədilər. Tarixin qaranlıq səhifələrindən biri olan Cəməl savaşı gerçəkləşdi. İmam Əli bu qarşıdurmanı müsbət şəkildə həll edərək Həzrət Ayşəni Mədinəyə yola salmışdı. Bu hadisədən dərin peşmançılıq çəkən ümmətin anası Ayşə xanım ömrünün sonuna qədər bir daha siyasətə qarışmamışdı. Çünki Cəməl savaşında Təlhə və Zübeyir kimi səhabələr həlak olmuşdular. İmam isə xilafətin mərkəzini Mədinədən Küfəyə keçirmişdi. Şamdakı beyətsizlik isə davam edirdi. 657-ci ildə İmam Əli yenidən qardaş qanının tökülməsinə şahid oldu. Siffində İslam aləminin qanlı bir savaşı gerçəkləşdi. Həmin savaşa mahir istedadı ilə fərqlənən Malik Əl-Əştər rəhbərlik edirdi. Müaviyyənin qoşunlarının məğlub olma ərəfəsində Misir Fatihi Əmr bin As imdada çatdı. Hər iki tərəfə Allahın kitabı ilə hökm etmə prinsipini önə çəkdi. Müaviyyə ümidini itirib savaş meydanından qaçmaq ərəfəsində gələn bu təkliflə yenidən gücləndi. Belə ki, Müaviyyənin tərəfdarları nizələrin ucuna Quran vərəqlərini keçirərək meydana çıxdılar və savaşı tərk edərək "Ey müsəlmanlar, Allahın kitabı aramızda hakim olsun" şüarlarını səsləndirdilər. İmam Əli bunun növbəti bir hiylə olduğunu anlatmağa çalışsa da ordusu iki yerə bölündü. Parçalanma itayətsizliyi artırdı. Nəhayət hakimlik məclisi qurulsa da tərəflər arasında ədalət bərpa olunmadı. Əbu Musa Əl-Əşəri Həzrət Əlini, Əmr bin As isə Müaviyyəni təmsil edirdi. Məhz bu anda imamın sülhə getməsinə üsyan edən bir qrup ortaya çıxdı. Dünənə qədər imamın "Vurun, Natiqi Quran mənəm" fikrinə beyət etməyən qrup indi də başqa cür üsyan qapısı açdı. İmam hər addımını Qurana görə atırdı. Ona etiraz edənlərə "Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən Allah nə etdiyinizi bilir" deyirdi. Nəhl surəsinin 91-ci ayəsini oxusa da narazı kütləni razı salmaq çətin oldu. 4000 nəfərlik bu kütlə tarixdə xaricilər və ya xavaric adı ilə tanındılar. Xilafəti təmsil edən 4000-lik güc imamdan ayrılıb Nəhrəvan deyilən bir tərəfə çəkilərək yeni bir cəbhə qurdu. Fitnə çox dəhşətli bir silahdır. Dünənə qədər İmam Əliyə imam, xəlifə, başımızın tacı deyənlər indi onunla savaşa girdilər. Bu qarşı durmada da böyük əksəriyyəti həlak oldu. İslamın böyük fəthlər etdiyi bir dövrdə daxildə yaradılmış süni qarşıdurmalar yüz minlərlə müsəlmanın ciyərini dağlayırdı. Hakimlik oyunu da nəticəsiz qalınca ümmət daha dərin böhrana sürükləndi. Sanki bir ölkədə iki hakimiyyətlilik yaradılmışdı. Xalqın seçdiyi, beyət edib ətrafında toplandığı xəlifə İmam Əliyə Şamdan tərs münasibət davam etdi. Əmir əl-Möminin olan Əlinin bu atəşi yalnız qılıncla söndürəcəyini bilən tərəflər yenidən hiləyə əl atdılar. 40 minlik ordu hazırlandı. Xaricilərin içərisindən çıxan
Əbdürrəhman min Mülcəm adlı xain bu böyük planı pozdu. 661-ci ildə Mülcəm məlun zəhərli qılıncı ilə həmlə etdi. Yaralı Aslan, Allahın adil, zahid qulu İmam Əli bu zərbədən sonra fani aləmdə yalnız 2 gün yaşadı. Lakin o qiyamətə qədər vəlilərin sultanı, Raşidi xəlifələrin 4-cüsü, ümmətin sevdalısı kimi yadda qalacaqdır. 656-cı ildə xilafətin başına gəlmiş, 661-ci ildə isə hakimiyyəti şəhadəti ilə sonlandırmışdır. Kəbədə doğulmuş imam Allahın başqa bir evində yaralanmış və şəhadətə qovuşmuşdur. Əsədullah Əl-Qalib ləqəbli imamın həyatı 1-2 kitabla tamamlanmaz. O, təkcə Fatihə surəsinə 70 dəvə yükü təfsir yazaram deyən bir insandı. Quran təfsiri, şəriət, fiqh, qəzavat, irfan ədəbiyyatı, divan, şeir və hikmətli sözləri ilə özündən sonra İslam ümmətinə böyük bir miras qoyub getmişdir. Odur ki, zəmanəsində ona edilən minlərlə haqsızlıqlar qarşısında ilahi ədalətə qoruduğunu bilərək, biz də onun haqqında ilahi ədaləti qoruyaraq ixtilaflara düşməməliyik. Onun amalı İslamın birliyi olmuşdur. Gəlin biz də onun kimi fədakarlıq göstərib ümmətin birliyinə xidmət edək. Allah ruhunu şad etsin.